Nə qayırsa, nə burada? Senaryo yazıram. Kino, çılpaq səhnələr yoxdur da yəqin. Yo. Söyüş zad da yoxdur da yəqin. Cəmaatın anası bacısı baxır. Yo qırış, narahat olma. Dinimizlə bağlı da nəsə yoxdur da inşallah. Sonra başın ağrıyar qardaş oğlu. Yo, amma Allah eləməsin. Yoxdur işte. Məhkəmələrdə də sürünmək istəmirsən də yəqin ki. Apşen biz kiminə nə esiyik? Birdən bərbərlərə ilişərsən, başını yarımçı qırxıb səni bərbər bəyirlərəm. Başa düşdün mü? Bir dəqiqə, icazə ver də. Sanılacaqla bağlı heç nə olmasın. Onsuz da hər şey başımızda partlayır. Bezdirmişsiniz. Düzdür mü bu? Müəllim, buyur. Nəyisə deməyə ehtiyac yoxdur da yəqin ki. Ağıllı senarist. Maşallah. Bizimkilər kino çəkə bilmir. Gedə eşqiyanın təzə bölümünə baxaq. Ay, sən ona qulaq asma. Ondan sonra get yasaq Əlmaya bax. Deməli belə. Qızın sevgilisi qızı əlinin birinci arvadından olan qızı ilə aldadır. Qız da bunu ən yaxşı dostu ilə aldadır. Dəhşət maraqlıdır. İcazə ver, mən zibil tökülüb qalır. Ən istiliyin vaxt verəcəksiniz. Argentin alanına baxdım. Messi oyunumuz xatir. Sən də bu Messi'ni elə tərifləyirsən, elə bir Pelezad deyə. FIFA'nın canı sağ olsun, nə qədər yetim komanda var, hamısını çıxar Argentina. Allah sən saxla, bu nə idi ha? Hə, qardaş ol, beləcə boş da. Gəl bacım, gəl qardaşım. Pap canlı musiqi elədiyi gül kimi söhbət elədiyimiz yerdə. Sinəsi dağlanmasın. Hə, canlı musiqi yaxşı şeydir, da belə yox da. Yaşa, yaşa, yaşa mənim xalqım. Yaşa. Heyf bu mahnıda ama. Of. Bunu çox ildi da.